Gün oldu ki bizim sifarişlərimizin sayı 200'ün üzərində oldu. Perzon Gallery şirkətinin təsisçisi və direktoru Eşqi Müəllim Heydarov. Salam, mən Eşqin Heydarov. Biz uzun illərdir ki, ətir sahəsindəyik və Azərbaycanda çox məşhur ətir mağazasıyıq. Biz yeni imkan axtarırdıq və bir marketlə tanış olduq. Biz düşünürdük ki, bir balaca öz yükümüzü bir marketə yönəldərək artıq daha rahat işləyək, daha rahat olaq. Amma birinci günün nəticələri artıq bizdə yaxşı mənada şok effekti yaratdı. Təsəvvür edin, təzə başlamışdıq və gün oldu ki, bizim sifarişlərimizin sayı 200'ün üzərində oldu. Və tam səmimi bildirim ki, bizim öz imkanlarımız bunu qarşılaya bilmirdi. Biz 200 sifarişi özümüz çatdıra bilməzdik heç vaxt. Çatdırılmalar qısa müddət ərzində və operativ. Daha sonra biz hər sürücümüzə, öz sürücümüzə məcbur idik hamısına post terminal verək. Təbii ki, bu bəzən mümkün olmurdu. Burada isə sistem mükəmməl şəkildə işləyir. Müştəri bir kliklə məhsulu bəyənə bilir, seçə bilir, sifariş edə bilir. Onun üçün çatdırılma ödənişsizdir və bunlar hamısı çox kiçik faizlərə başa gəlir. Yəni bizim fiziki mağazamızın xərcləri daha böyükdür əslində. Bu bir marketin bizə yaratdığı gözəl bir imkandır. Hər şey çox rahat və çox gözəldir. Bir market bizim üçün yeni bir eranın başlanğıcıdır.